Bizim kanaldan hamıya salamlar. Ben sizlərlə beraber Clash of Clans oynayacağıq. Əvvəlcə əsgərlərimi göstərim. Əsgərlərimdə bu dəfə də biraz dəyişiklik oldu. 40 dənə okçum var, 18 dənə də dev. Devi 2 səviyyə çıxartmışam. Çünki indi laboratuvar 4 səviyyədir. Başqa bir 5 dənə qalıb artıra biləcəyim şeylər var. İndi klan savaşları başlatmışıq. Klan savaşdan qazanmağa çalışırıq. 9-0 öndəyik. Bizim klandakı bazı uşaqlar hücum eləyiblər. Hamısı da 3 ulduz alıb. İndi sıra məndədir. Məndəki 9-cuya girəcəm. Əvvəlcə baxaq. Gör necə birisidir. 6 səviyyə belediyə binası olsa da hələ də büyücü kulesini almayıb. 120 mində qənimət alacağım. Lap yaxşı. Klan kalesi doludur. Çəkəcəyim bir onları. Bura bəlkə çəkə bildim. Baxacaq. Saldıraq. Yox. Əvvəlcə gedək istəyə ataq. Bura girək. Buradan istəyək. Hansı üçün indi atın saldırıram. Yazım. Gönderdim. İnşallah bir şeyler gönderərlər. Slayer heç nə göndərməyiblər. İndi görün mənə göndərsələr yaxşı olacaq. Əsasən də Undertaker göndərsə. Hadi gözləyə görək. Göndersinler. Ona kimi biz görək ətrafda yığa biləcəyimiz bir şey varsa onları yığaq. Buradan biraz götürək. Artıq 6 səviyyə olmuşam. 6 səviyyə belediyə binam var. Hər şey almışam. 6 səviyyə belediyə binada ala biləcəklərimi. Ancaq bir dənə bir şey qalıb ki, o da ki, o səs hava patlatıcıdır. O da ki, zəifdir, xoşuma gəlmir o. Ona görə onu almadım. İndi yüksəltmələr keçmək istəyirəm. Məsələn, bunu indi qoyacağım. 2 günlüğüne qızılı rəngdə olacaq. Buradan da biraz bunlardan yığaq. Hərisində 2007 var. Biləm çoxdan da video çəkmirdim. Çünki biraz xəstələnmişdim. Ona görə video çəkə bilmirdim. İndi fürsətim oldu. Dedim çəkim bilənsin. Heç nə göndərmədilər. Yoxdur, gəlin biz saldıraq yenə də. Atak eləyək. İndi birinci buradan gönderək. Orada nə var, nə yox, hamısını çıxardaq çölə. Çıxdılarsa onları çəkək. Bura daha yaxında qoyub bura çəkək. Yolda bir dənə də bura göndərək. Sonra biraz bura. Bunları burada saraq. Bu dal kavuğu burada öldürək. Sonra bu 2 dənəsini burada öldürək. Bir dənə qaldı büyücülər. Onları da burada məhv eləyə bilsək. Sonra məhv oldular. İndi bura bir dənə bundan atacağım. Sonra 1, 2, 3 tanesini buradan göndereceğim. Qalanlarım buradan. Sonra indi gözləyək birinci devlər biraz iş görsün. Sonra isə istəyirəm ki, devlər bunu həll eləsinlər. Bu havanı biraz tez olsunlar gərək. Yoxsa mənim işlərim çətin olacaq. Ona getdilər. Eybi yoxdur. İndi onun üstünə də gedə bilərlər. Onun üstünə ildırım atmışam. O havanın üstünə tez öləcək. Aha, o partlayandan sonra 24 tanesini 24'ünü də buradan bura göndərəcəm. Tək bir dənə bu okçu kulesi onlarla baş eləyənməyəcək. Onlar özləri oradan qıra gedəcəklər. Bizimkiler de burada bir qırırlar. Ne yaxşı ki 3 səviyyə eləmişəm. Daha güclü vururlar. Hadi davam eləyir hücum. Aha, bütün savunmalar getdi. İndi bir dənə qaldı yıxmalar. Bir dəqiqənin içində gərək hamısını yıxım, yox eləyim. Bu divar yıxılsa içəri girəcəklər. Aha, içəri girdilər. Devlər onsuz da içəridədir. Burada buna vururlar. 120 minin yarısını aldım ama mən 3 ulduz almaq istəyirəm. Burada okçular hələ də ölməyiblər. Sağdılar. İnşallah bombadan ya da ki dev bombazat partlamaz. Aha, 2 ulduz 100% ala biləcəm. Ona mənə 3 ulduz lazımdır. Son 57 saniyə. Bir nəfər izləyir hələ ki. Az qalıb. O birisilərini də yıxarlar yəqin ki. 2 ulduzu da aldım. İndi tez o birisilərini də yıxsınlar gərək.
Ama burada güclüdür bizimkiler. İkisi də birləşəcək axırdayız. Gözləyək hələ ki. Ətrafda heç nə yoxdur. Bir dənə bunlar qalıb hələ. Onlar da yox eləsinlər. Buradan biraz. Son saniyələrdir. Utdum. Hazırdır 3 ulduz. Bu qədər. 3 ulduz da məndən. Hazır. 120 mində gəldi. İndi mən deyirlər ki 7-ciyə saldırım. Və 7-cini birinci izləyək. 7-ci biraz güclüdür əslində. Çox bilinir ki çoxdandır. Neçə səviyyədir? 37 səviyyədir. Mən hələ də 30 səviyyədəyim. Mənim 7 səviyyə çoxdur. İndi isə girək bura. Mənim o birisi nikimdə, yəni bu Nahid Azir nikimdən də hara saldıracağımı gərək fikirləşim. Axırıncıya saldırıb Slayer. İndi birinci, gəlin indi dostum bizim plandakıların hücumlarınızdır. Bu da tanıdığım bir uşaqdır. O da hücum eləyib. 3 ulduz alıb. Asan demiş əslində almaq. Biraz 2 qız, 4 qız eləyək. Bizi fikirləşib harası olacaq. Onları orada yox eləyib. Sonra başlayıb 20 dənə götürüb dev. 20 dənə devlə 3 ulduz. O da az oxçusu qalıb özdə. Buradan göndərib devləri. 3 səviyyədə onda devləri. Ona birinci atmışdılar. Ora can büyüsü atdı ki ölməsinlər. Onun can büyüsü var. O daha da ona daha da çox güclü saldırıya kömək eləyəcək. Bu yaban donuzu birincilər də güclüdür əslində. Üzə orada şəklində olanda güclü olurlar. Dev bomba olmayanda. Çünki dev bomba əsasən onlara təsir eləyir. Elə bu 3 dənəsi hər şeyi həll elədilər. Hələ indi başlayacaqlar vurmağa. 8 dənə xüsusi hələ də qalıb. Görəsən istifadə eləyəcək onları. 4x eləyək. Vurur. Biraz daha. Oradan göndərir 8 dənəsin. Bura qalır. Buna da yaban donuzları yox eləyirlər. Buradan qalır o. Onu da yox elədilər. Lap yaxşı. 3 ulduzla belənciyi qazandırıblar bizə. İndi görək nə qədər var. 12 yığmışıq. Buna mənim saldırımda onu bildik. Bir də Undertaker'ın bir saldırısı var. Onu da izləyək. Undertaker bu əjdahalarla girib. Baxaq. Onu partladıb 100% sonra buradan göndərəcək hamısını. Mən birinci dəfə izləyirəm bunu saldırsın hələ ki. Bir ikisini oradan göndərdi. Sonra da oradan yağdırdı. Sonra bir dənə ejdaha göndərmişdi ona. Klan kalesindən çıxanları bəlkə də ona pis təsir eləyə bilər. Çıxdı. Bir dənə ejdaha varmış. Biraz yaxınlaşdıraq. Az qalıb bir yandan da barbarkılara göndərdi. Çoxdan yox edildilər o klan kalesindən çıxanı. Hələ də hücum eləyir. 51 saniyə içində buradakı yox eləyib qoyub ora. İndi buradan da göndərib. Yıxa gediblər. Aslında 2 səviyyədir. Bütün əjdahalar ən güclüdür. Sonra isə axırıncı dəfə Azebosun saldırısını izləyək. O da elə bizim klandandır. Elə birinci də o da bizim klanda. Ən güclümüz 80 leveldir. O da hələ eyni saldırı ilə girişib. Amma bu daha güclü oldu. Amma onun üçün zəifdir də yəqin ki bu. Oradan göndərib. 3 səviyyədir ancaq bunda. Buradan göndərəndən sonra burada fişəng. Fişəng ona problem olub yəqin. Orada da ara düz yerə göndərdi. Çünki buradakı ölməsin deyə. Bunlar daha da hırs büyüsü deyilər ki, həm sürətləndirir, həm də ki güclərini artırır.
Hırs büyüsünün altında bu onsuz da o dev oradan bir dəqiqənin içində yoxa çıxdı. Biraz 2x eləyək. Hələ ki bu ikisi var. Daha doğrusu bu. Yani bu okçu kulesi. Buradaki büyücü kulesi. Bir de ki bu. Bir de bu var da. Onlar da yəqin yox eləyib. 4x eləyək. Daha tez qutarsın. Vurub. Axırda da belənci sonlandırıb. Lap yaxşı. 12-0 öndeyim. İndi gedək mən əsgərlərimi yıxım. Əvvəlcə buradan devlərimizi vuraq. Sonra gələk arxaya. Buradan da devlərimizi vuraq. Sonra gələk arxaya. Buradan 40'ın 40'ında bundan vuraq. Sonra onlar tamamlanandan sonra da ikinci dəfə də vuracağım. Dev. Bugünkü videoda da deyəcəklərim bunlardan ibarət idi. Gələcək videolarda görüşərik. Kanalıma da abunə olmayı unutmayın. Sağ olun.